Hər vaxtınız xeyirli olsun. Sizi də, tamaşaçıları da salamlayırıq. Bəli, biz bugün yenidən Şuşadayıq. Bugün Şuşada xoş anlar yaşanır və eyni zamanda burada çox böyük bir sevinç hisslərin şahidi olursan. 1992-ci il mayın 8-də həmin gün onlar Şuşanı məcburi şəkildə tərk etmişdilər. Həmin gün onlar Şuşadan ayrılmışlar. Onlar bu 29 ildə Şuşasız qaldıqları müddətdə çox şey itirdilər. Amma itirmədikləri bir ümidləri oldu. Onlar bilirlər ki, gec-tez mütləq Şuşaya dönəcəklər və o gün bugündür. Bir qrup Şuşa sakini nəhayət ki 29 ildən sonra yenidən doğma vətəndədir, doğma şəhərdədir, doğma Şuşalarındadır. Bu günləri onlar Şuşaya səfər edərkən çox burada xüsusi qayğılı bir görüntülər şahidi olduq və eyni zamanda çox xoş bir görüntülərin şahidi olduq. 29 il bundan əvvəl onlar Şuşanı tərk edərkən göz yaşı içərisində tərk etmişlər, kədər içində tərk etmişlər. Bugün də onlar göz yaşı içindədir. Amma bu günləri onların göz yaşı sevinç göz yaşıdır. Onlar doğma torpaqlarına gəldilər. Burada o anları görmək lazım idi, o anları yaşamaq lazım idi. Bu torpağa ayaq basan kimisi torpağına sarıldı, kimisi Şuşanın daşına, divarına sarıldı, kimisi üzünü Şuşanın mərkəzi meydanlarına zillədi və oradan xoş xatirələrini yaşadı. Çox burada sevincli anlar yaşandı. Bugün bütün gün ərzində onlar Şuşada olacaqlar. Bir qrup Şuşa sakinidir. Onlar uzun müddətdən sonra vətəndədirlər, doğma yerlərindədir, doğma torpaqlarındadır. Onlar öz evlərini ziyarət edəcəklər. Şuşanın görməli, gəzməli yerlərinə gedəcəklər. Hardan ki orta məktəbdən keçiblər, hardan ki burada Şuşada yaşayıblar, hardan ki onların burada həyatları keçib, xatirələri keçib. Bütün hamısını onlara bu günləri şərait yaradılacaq və 52 nəfər Şuşa sakini bu günləri Şuşanı gəzmək nəsib olacaq. Ümumiyyətlə, onlara da burada qeyd olunduğu çıxışlarda bildirildi ki, uzun müddətdən sonra nəhayət ki, Şuşalılar üçün Şuşalının qapıları üzlərinə açıqdır. Burada mina təmizləmə əməliyyatı demək olar ki, yekunlaşmaq üzrədir. Abadlıq, quruculuq işləri, sürətli abadlıq, quruculuq işlərinə start verilib və bu da onu deməyə əsas verir ki, artıq bundan sonra hissə-hissə qrup halında Şuşalılar Şuşaya gələcəklər və burada ziyarətlər edəcəklər. Mən də Şuşalılarla beraber çok güzel hisler yaşadım, çok güzel anlar yaşadım, sevincli gözyaşları yaşadım. Biz bununla bağlı bizim xüsusi müsahibələrimiz var, reportajımız olacaq. Biz yəqin ki, növbəti buraxılışda həmin o təəssüratları, o Şuşalıların təəssüratlarını sizinlə bölüşəcəyik. Hələlik söz sizdədir.